Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı Türk Dünyası Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru adlı layihə yekunlaşıb. Genç Ağaz xəbər verir ki, sentyabrın 17-sində layihə çərçivəsində yekun tədbiri keçirilib. Tədbirin giriş hissəsinin aparıcısı Sərdar Sərdaran Şəngül tədbiri açıq elan edib. Sonra Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunda keçirilən tədbir Türk dünyasının birliyi üçün tarixi boyu fədakarlıqlar edənlərin, o cümlədən dahi öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürk başda olmaqla bütün Türk böyüklərinin və 5 il öncə Türk dünyasını da şərəfləndirən Azərbaycanın Vətən savaşında qəhrəmanlıqla şəhid olan vətən övladlarının ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra isə Azərbaycanın dövlət himni və Türkiyənin İstiqlal marşı oxunub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və KASFEN sədri və layihə rəhbəri Nadir Azəri salamlama çıxışı ediblər. Ahmet Tecim belə bir layihənin Türk dünyası üçün önəmindən bəhs edib. Qeyd olunub ki, Gəncliyə Yardım Fondu hər zaman bu cür işlərdə ön sırada olub. Ahmet Tecim Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın öncülüyündə Türk dünyasının ötən hər gün daha da gücləndiyini bildirib. Nadir Azəri isə bildirib ki, 5 aylıq layihə çərçivəsində Türk dünyasının ortaq mirasını bugündən gələcəyə daşınması üçün uşaq yeniyetmə və gənclərə tövsiyə xarakteri daşıyan məqalələr yazılıb, verilişlər hazırlanıb, tələbələr arasında yazı müsabiqəsi keçirilib. Sonra layihə çərçivəsində Şimali Kiprdə və Manisada keçirilən tədbirlərdən görüntülərdən ibarət video təqdim edilib. Video təqdimatdan sonra tədbirin moderator beynəlxalq Alaş mükafatı laureatı Əkbər Qoşalı mövzu ilə bağlı məruz edib. Daha sonra Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuq Turqaner, millət vəkili Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyli, Milli Qeyri-Hökumət Təşkilatı Forumunun idarə heyətinin üzvü Zaur İbrahimli, Bayraqdar Medianın qurucusu və baş redaktoru Azər Həsrət, millət vəkili Azərbaycan Şimali Kipr Türk Cumhuriyyəti Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndarovun məruzələri dinlənilib. Məruzələr ətrafında çıxışlar zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Doktor Alptekin Cihangir İşbilir, Qazaxıstan səfirliyinin müşaviri Yedil Mirzəxanov, Şimali Kipr Türk Respublikasının Dövlət İnformasiya Agentliyi, Türk Ajansı Kıbrısın idarə heyətinin üzvü Alihan Pəhlivan, layihənin eksperti Türk dünyasının ortaq mirası üzrə araşdırmacı Vəsilə Əkbərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev və başqaları çıxış ediblər. Çıxışlardan sonra layihəyə dəstək verən şəxslərə plaket və təşəkkürnamələr təqdim edilib. Bundan başqa layihə çərçivəsində Türkiyədə universitetlərdə təhsil alan Türk dünyası tələbələri arasında Bizim Ailəmiz Türk Dünyasıdır adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onu da qeyd edək ki, tədbir çərçivəsində KASFEN-lə İzmir Azərbaycan Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanıb. Sonda xatirə fotosu çəkilib.